Mida Yasamalda 2 otaqlı mənzilə 13.000 manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətlə təxminən 250-300 metrlik məsafədə yeni salınmış Mida yaşayış kompleksində. Əvvəlcədən xəbərdar edim ki, Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və həmçinin 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak isə, yəni 2 otaqlı mənzil isə yerləşir 9 mərtəbəli yeni inşa olunmuş binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Sənədi kupçu olmaqla bərabər isitmə sistemi kombidir. Hal-hazırda mənzil 4%li dövlət ipotekasındadır. Aylıq ödənişi 300 manatdır. 22 il ödənişi qalıbdır. Nə şəkildə almaq istəsəniz bu mənzilin qiyməti əvvəl 155 minə təqdim olunurdu. Hal-hazırda isə əvvəl bildirdiyim kimi 13.000 manat endirim olunubdur. Əvvəldə də bildirdiyim kimi mənzil hal-hazırda dövlət ipotekasındadır. Mənzili dövlət ipotekasından əldə etmək istəyənlər 95.600 manat ilkin ödəniş etməklə bu günə olan borcu 46.700 manatdır. Aylıq ödənişi 285 manatdır, 22 il ödənişi qalıbdır. Yox, siz bu mənzili nəqd şəkildə əldə etmək istəyirsinizsə, onda nəqd qiyməti 142.000 manatdır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.